Paytaxtda plastik və rekonstruktiv cərrahiyyə klinikasının açılışı olub. Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu nəzdində yaradılan yeni klinika ölkə vətəndaşlarına beynəlxalq standartlara uyğun rekonstruktiv və estetik cərrahiyyə xidmətləri göstərəcək. Ölkəmizdə plastik və rekonstruktiv cərrahiyyə sayəsində yeni mərhələyə start verildi. Plastik cərrahiyyə əməliyyatları ilə bağlı uzun müddət vətəndaşlar ya xarici ölkələrə üst tuturdu, ya da bəzi özəl klinikalarda uğursuz əməliyyatlarla üzləşirdi. Lakin yeni plastik və rekonstruktiv cərrahiyyə klinikasının istifadəyə verilməsi bu sahədə mövcud olan ciddi problemlərin həllinə mühüm töhfə verəcək. Həm plastik, həm estetik, həm də rekonstruktiv cərrahiyyə əməliyyatların daha təhlükəsiz və müasir standartlara cavab verən formada keçirilməsi mümkün olacaq. Tibb müəssisəsi ən müasir texnologiyalarla və peşəkar kadrlarla təmin edilib. Klinikada rekonstruktiv, estetik və mikrocərrahiyyə əməliyyatları, yanıq və postyanıq rekonstruksiyası, onkoplastik və travma sonrası bərpa cərrahiyyəsi, kraniofasial və əl cərrahiyyəsi, dəri və yumşaq toxuma defektlərinin örtülməsi, süd vəzisi və üz rekonstruksiyası, rinoplastik əməliyyatları icra olunacaq. Mütəxəssislərin yetişdirilməsi, eləcə də ixtisaslaşdırılmış rezident kadrların hazırlanması, doktorantura səviyyəsi və bütün sonraki mərhələlərin həyata keçirilməsi bu müəssisədə mümkün olacaq. Plastik cərrahiyyənin bütün növ əməliyyatları, estetik cərrahiyyədən başqasaq, süd vəzi cərrahiyyəsi, rinoplastikalar, liposuctionlar, abdominoplastikalar, qalfoplastikalar, gluteoplastikalar, estetikada ağlınıza gələcək bütün əməliyyatlar burada icra olunacaqdır. Eyni zamanda klinikada psixoloji və sosial reabilitasiya xidmətləri göstəriləcək. Yeni plastik və rekonstruktiv cərrahiyyə klinikasında həyata keçirilən bəzi əməliyyatların icrası icbari tibbi sığorta hesabına qarşılanacaq. Səhiyyə Nazirimizin təftiş komissiyasının keçirdiyi 45-ə yaxın, birisi əvvəl 42 idi, sonra da ora əlavə olundu. Son 6 ay içərisində 8 dənə plastik cərrahiyyə uzmanı Türkiyədən, çeşitli yerlərdən ölkəmizə dönüb. Onlar da artıq Səhiyyə Nazirliyində sənədlərini təsdiqlədiblər. Yeni istifadəyə verilmiş tibb müəssisəsi ölkədə bu sahədə ilk tam formatda ixtisaslaşmış tibb müəssisələrindən biridir. Rəşad Vəkiloğlu, Əfqan Bayramov, Fidan Səfər, Space xəbər.